yağ dəyişmə zamanı edilən 5 səhv. Gəlin elə ilk öncə aktual olan Çin avtomobillərindən danışaq. Bugünkü günün ən absurd fikridir. İstehsalçı deyir bunu, burada Amerikanı kəşf eləməyə ehtiyac yox. Məni isə ən çox təəccübləndirən gün bu bahalı BMW-lər, bütün nazirliklərin çox absurddur. Təsəvvür edin ki, amma heyfdir o BMW-lər və bunlar hamısı dövlət büdcəsindən alınan avtomobillərdir. Bunu mən bilmirəm nə, necə, səbəb nədir, necə əsaslandırırlar, amma 5.30 və 0.12 üstəlik bu qədər fərq var. Və belə bir kobud səhvlə yağ dəyişdirirlər. Sabah da deyəcəklər ki... Hələ, Mustafa! Bəyən metallımda tanışın yoxdur? Hər kəsə salamlar. Bugün hələ də bugünkü avtomobil dünyasında, bizim bu dəyişən avtomobil bazarında ən çox yağ dəyişmə zamanı edilən 5 səhv. Ona görə burada müxtəlif yağlar var və böyük səhvlərdir. Rəşad Usta da bizə həmin o 5 səhvdən danışsın. Xoş gördük Rəşad. Çox sağ olun Rəqib bəy, xoş gəlmisiniz. Gəlin elə ilk öncə aktual olan Çin avtomobillərindən danışaq. Çin avtomobillərində olan səhvlər, elə bu yağlar üzərindən nümunə göstəririk. Deməli, 0.16 və 0.20. Çangan avtomobillərinin son modellərinin yağ tələbi 0.16-dır. BYD-lərdə isə əksəriyyətlə biz görürük 0.20 C5 tələbindən. Maraqlıdır ki, biri İlsaklandır, BYD isə Asiya tələbindən. Çünki BYD-nin hədəfi Avropadır, ona görə BYD Asiya tələbi. Gəlin çanqanlardan danışaq. Çanqanlarda tələb 0.16 olduğu halda rəsmi servis belə 0.20-dən istifadə edir. Yəni olmasaydı həmin yağ deyərdik yoxdur, tapılmır. Niyə elə eləyir bəs? 0.16 burada gördüyünüz istənilən markada və Azərbaycanda biz artıq 600-ə çatırda bura gələn istənilən markada var. Elə bir şey yoxdur. Bunu niyə tökür? Səbəb nədir? Rəqib bəy, səbəb biz nədir? Biraz fərqli seçilmək. Yəni, hamı səhv edir, mən düz edirəm. Bir fərqli fikir söyləməkdir. Hətta deyəsən onun yanacağı bağlayanda var ki, Bəli. 95 tökürsənsə bu... Absurd məsələ budur ki, bunu yanacağa bağlamaq məsələnin ən absurd tərəfidir. Bu, hər iki yağların TBN göstəricisi 8.5-dir. İkisinin də yanacağa davamlılığı eyni olduğu halda bizə hətta məlumat verirlər ki, nə bilim, Çindən bizə deyiblər ki, sizin yanacaq belə 92 tökürsənsə 0.20 tök, 95 tökürsənsə 0.16 tök. Bugünkü günün ən absurd fikridir, ən absurd. Bu barədə biz də artıq başladıq video şərhlər eləməyə ki, heç olmasa həmin sürücülər bilsinlər. Var olmağına var və amma siz yenə də 16 tökürsünüz. Biz israrla 0.16, israrla. Baxmayaraq ki, servisi belə o səhv edir. Bəli, çünki bizə əslində yağ dəyişmə işi Rəqib bəy nədir? Biz burada nəsə ixtira etmirik, nəyinsə bir özümüzdən bir kəşflər çıxar. Bizim işimiz nədir? İstehsalçının dediyinə riayət eləmək. Üstün atlasın. Qurtardı get. Bundan asan iş yoxdur. İstehsalçı deyir bunu. Burada Amerikanı kəşf eləməyə ehtiyac yoxdur. Budur. Bu məsələn bugün ən populyar olan birinci Bəli, məsələlərdən. birinci məsələmiz budur. Bu Çin avtomobillərində. Bəli, əslində bunlar da Çin avtomobillərinə bağlı olan məsələlərdir. Gəlin Çin avtomobillərini davam eləyək, elə sonlandırmış olaq. Bu yağları niyə bura qoyduq? BYD avtomobillərinin pillələr qutusunun yağıdır. Yəni, bu da bir də Çangan avtomobillərinin pillələr qutusunun yağıdır. Hələ ki, alternativ yoxdur, ancaq bunların. Alternativ olaraq Castrol şirkətindədir. Castrol birində W, birində W5-dir. Shell şirkəti buraxır. Deyəsən, səhv eləmirəmsə, bu ikisidir. Bardal söz verib ki, bu il bunu verəcək. Bəli. Bunun yağı gedir YHSF, Electric Hybrid System Fluid 2LV. 2LV nə deməkdir? İkinci nəsil aşağı özürlülüklü yağ. Low viscosity. Bəli. Bunun əvəzinə nə edirlər? CVT yağı istifadə edirlər, nə bilim, elektrik hibrid yağı istifadə edirlər. Bunun alternativi yoxdur. Çünki BYD və Çanqanların pillələr qutusu əslində variator deyil. Orada pillə də var, elektrik mühərrik də var. 3 diapazonlu pillələr qutusudur. Bu adından da bəllidir. Dedicated Hybrid Transmission Fluid. Bəli, bəzilərində biz deyirik ki, bunlarda dedicated hibrid Dedicated, yəni xüsusi transmissiya. Bəli, yəni bu planetar da deyil, bu bildiyin CVT də deyil. Bu bizdən nə istəyir? BYD ikinci nəsil low viscosity yağ istəyir və təbii ki, elektrik ötürməsi olmamalıdır. Çanqan bizdən nə istəyir? Xüsusi transmissiya üçün yağ istəyir. Hansı transmissiyadakı elektrik mühərrik də var, pillələr də var. Yəni, biz onların pillələr qutusunu variator adlandırmağımız əslində səhvdir. Bəs bu iki bardaqlı biz niyə qoymuşuq yan-bayan? Burada da ikisi də 75-90-dır.
ortasında Çin avtomobillərindən bitirdikdən sonra deməli arxa körpülərdə edilən səhvlərdən danışaq. Eyni yağlardır. Fikir verin. Biz bir avtomobilin körpü yağını dəyişəndə proqram bizə göstərir ki 75-90 qutardı getdi. demək olar ki, bütün istənilən o most yağları Bəli. 75-90. 75-90, nə bilim 70-80 cürbəcürdür. İndi biz tutam ki selektorla baxdıq ki 75-90-dır. Məsələ ondan kifayətlənmir. Baxmalıyıq o mostun o blokirovkası, qapanması var yoxsa yoxdur. Blokirovka olanda limited slip-lə olur, LS-lə olur. Olmayanda sadə variantla olur. Yəni bu ciddi fərq edir işlə, onu işləmə mexanizmi. Çox böyük fərq edir. Çox böyük fərq edir. Və onu da səhvən necə gəldi tökənlər var. Siz o limited slip istəyən mosta, hansı ki blokirovkadan olan mosta bundan istifadə eləsəz, tez zamanda aşınma verib sıradan çıxardacaq. Və bir əlavəm də var. Bunu xüsusən bu tələbə də fikir vermək lazımdır. GL5 asan da olsun deyə necə deyim? GL5 avtomobilin arxa hissəsinə gedir, yəni most hissəsinə. GL4 ön hissəyə gedir. Əsasən GL4 mexaniki pillələr qutusu üçün, yəni avtomobilin önü üçündür. Önü üçün. Məni isə ən çox təəccübləndirən Çin maşınlarından danışdıq. Bugün bu bahalı BMW-lər, bütün nazirliklərin gördüyünüz o ən yeni nəsil BMW avtomobilləri hətta rəsmi dillə belə, çünki biz efirdə bu söz düşəndə bir neçə nəfər həmin o avtomobillərin sürücüləri təbii ki, müdürlərin xəbəri yoxdur söhbətdən. Sürücüləri bizə yazdılar ki, hətta Azərbaycan nümayəndəliyi belə onlara 5-30 yağı verir. Amma yəni çox absurddur. Təsəvvür edin ki, nə qədər fərq var və hətta əlimizdə olan başqa variant yoxdur deyə bunu göstərir. Bəli, Raqib bəy, hal-hazırda Azərbaycanda yağ idxalçılarından yeganə bir dənə bu şirkətdə var. Hələ ki heç bir şirkət yoxdur. Yəni söhbət 0-12-dən gedir. Bəli, adından bəlli nədir? Long Life 22 FE+. Yəni 2022-ci ildən üzü bəri olan bir tələbdir. Fuel ekonomi üst səviyyədədir. Yəni bu FE+ demək. Yəni 22-dən olan mühərriklər 3 mühərrikə qədər hamısı demək olar ki 0-12-yə keçib. Hə, Azərbaycanda alternativ yox, təzə gəlib digər şirkətlər də yəni rəsmi nümayəndəliyi niyə onu, yəni özü hər hansı bir firma olsun götürsün? Raqib bəy, nəyə görə? Distributorun özü belə bu yaxınlara qədər yadınıza gəlirsə, bəli. Köhnə BMW-lər 1060-dan istifadə edir. Bir qismi ümumiyyətlə dəyişmir. 1060-ın siz üzərinə baxsaz, ona heç bir 1060-ın üzərində BMW tələbi görməyəcəksiniz. Nəinki BMW, heç bir avtomobilin tələbi yoxdur. X5-ləri xatırlayıram. Köhnə 53 gövdə X5-lər. Onlar xatırlayırdım. Heç onlar da belə bu yağı istəmirdi. Bu yağ bilirsiniz avtomobil hansı mühərriklərdə olub? 90-cı illərə qədər olan M tipli mühərriklərdə. Yəni baxmayaraq ki, sizdə bu satışda var, qoymusunuz, amma o tip yəni nadir Bəli, bugünkü gündə köhnə BMW-lər artıq çünki yağ qatı özüllükdədir. Bununla işləyən motorun ara məsafələri dəyişib. Bundan başqa istənilən yağı azaltma verir. Ona görə də məcburən bu bugünkü gündə bütün satış nöqtələrində bu var. Amma heyfdir o BMW-lər. Yəni onun mən bilmirəm nə, necə, səbəb nədir, necə əsaslandırırlar, amma 5.30 və 0.12 üstəlik bu qədər fərq var və bunlar hamısı dövlət büdcəsindən alınan avtomobillərdir. Yəni o yeni BMW-lər hamısı, o gördüyümüz bütün AA-lar BMW-lər hamısı dövlət büdcəsindən alınan maşınlardır və onlara belə bir kobud səhvlə yağ dəyişdirirlər. Sabah da deyəcəklər ki, vəssalam da vaxtı qutardı, indiki maşınlar belə gəlir. Ola bilər, Avropa reglamentində inanmıram bir dəyişiklik olar. Amerikadan gələn avtomobillərdə bir üstünlüyü var ki, birbaşa kapotun altına qeyd eləyirlər. Yəni sənin deyəcək başqa sözün olmur. Amma həmin BMW-lərdən sizə gələn yəqin ki, yoxdur, çünki onlar... Avropa variantları gəlmir, Amerika variantları gəlir. Çünki bu fərdi sürücülər Amerikadan gətiririrlər deyə bizim müştərilər əsas olardı. Onlarda bundan. Bu olmayana qədər alternativ olaraq köhnə tələb 0.20 istifadə edirdik. Long Life 17-lə məcburi. Yəni ona yenə şükür. 5.30-dansa ona yenə şükür. Amma bu yağ gəldikdən sonra artıq elə o sürücülərin nömrələri də var idi. Zəng elədik ki, qardaş, yağlar gəlib, artıq gəlin düz yola qaydaq. Bəli, bu qədər ciddi və bəzilərdə də konkret kobud səhv deyə bilərik. Bugün bizim bazarda, xüsusilə də bu yenilənmiş bazarımızda avtomobil yağ dünyasında edilən 5 əsas səhvdən danışdıq və yenə də növbəti çəkilişlərdə görüşək. Əslində başqa mövzular da var ki, nə bilim Rəşad Usta deyirdi ki, bunları da biz eləmirik, mühərrikxananın nə bilim yuyulması falan işlər, amma bəzi yağ dəyişmə zamanı edilən o
vizual gözəl görünən, amma avtomobil üçün məhv edici şeylər var. Onu növbəti Onda videolarda növbəti danışarıq. çəkilişdə danışarıq. Təşəkkürlər və şərhlərinizi gözləyirik. Təşəkkür.